Bismillah. Bürclərin 1 aprelə ən düz pul proqnozu. 1 aprel üçün bürclərin ən dəqiq pul proqnozu belədir. Qoç, pul baxımından şanslı gündür. Gözlənilməz gəlir və ya borcun qaytarılması mümkündür. Buğa, xərclərlə diqqət lazımdır. Lazımsız alış-verişlər cibini boşalda bilər. Qənaət vacibdir. Əkizlər, yeni qazanc fürsəti çıxacaq. Kiçik bir ideya gəlirə çevrilə bilər. Xərçəng, maddi sabitlik var, amma böyük risklərdən uzaq dur. Pulunu qorusan, artım gələcək. Şir, pul enerjin güclüdür. İşdə əlavə qazanc və ya bonus ala bilərsən. Qız, hesab kitab günü. Planlı davransan, maliyyə vəziyyətini yaxşılaşdıra bilərsən. Tərəzi, gözlənilməz xərc çıxa bilər, amma günün sonuna doğru balans bərpa olunur. Əqrəb, pul baxımından uğurlu gündür. Gizli bir fürsət səni qazanca aparacaq. Ox atan, riskli qərarlardan uzaq dur. Bugün daha çox qorumaq, yığmaq lazımdır. Oğlaq, ən şanslılardan biridir. İş və pul baxımından yüksəliş və gəlir artımı görünür. Dolça, yeni əməkdaşlıq və ya təklif maliyyə vəziyyətini yaxşılaşdıra bilər. Balıqlar, pul gəlir, amma tez də gedə bilər. Qazandığını saxlamaq əsas məsələdir.